Yanvar 2024-cü il tarixdən etibarən vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən məsafədən də siyahıya alına bilər. Etibarnamə ilə nəqliyyat vasitəsi almış şəxslər bu məsələdə daha diqqətli olmalıdır. Həmin şəxslər faktiki olaraq nəqliyyat vasitəsinin dəyərini ödəyərək istifadə etdikləri halda onun qanuni mülkiyyətçisinə çevrilmirlər. Mülkiyyətçinin borclarına görə isə həmin nəqliyyat vasitəsi istifadəçinin məlumatı olmadan vergi orqanı tərəfindən siyahıya alınaraq yüklü edilə və nəticədə satıla bilər. Əmlak siyahıya alındıqdan 30 gün müddətində borc ödənilmədikdə vergi orqanı həmin əmlakın əmlak məsələləri dövlət xidmətinin tabeliyində olan həracların təşkili mərkəzi vasitəsilə habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticari şəbəkələrində satışının təşkil edilməsi üçün məhkəməyə müraciət edə bilər. Əgər əmlakın yararlılıq müddəti daha az müddətə bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.